Şahin falan bugün yer. Çox sağ olun ki, bizim dəvətimizdə qəbul ediniz, gəldiniz, bizdən iştirak elədiniz. Ehsan süfrəsində iştirak elədiniz. Allah bu süfrəni yüksək dərəcədə bizlərdən qəbul eləsin inşallah. İndi biz kəndimizin ağsaqqallarına, qonaqlarımıza söz verəcəyik. Biz ictimai birlik olaraq, ictimai birliyin burada kim var bizdə ictimai birlikdən burada? Zəkəriya qardaşınız var burada, Ruhid qardaşınız var, Səməd qardaşınız var, Mais qardaşınız var, Dağlar qardaşınız var. Biz maksimum burada çalışmışıq ki, bu məclisdə ictimai birliyin idarə heyətinin üzvləri iştirak eləsin. Üzürlü səbəbdən Nəcim Əli müəllim burada iştirak edə bilmir, öz işi ilə vacib məsələyə görə gələ bilmədi. Buradan da Nəcim Əli müəllimi də bir daha salamlayırıq. Onun dəyərli qardaşı burada var. Onların əziyyətləri çoxdur. Mən istəyirəm ki, bir balaca burada qeyd edəyəm. Bizə burada çox dəstək olan qardaşlardan İqrardır, Aqibdir, Kitabulladır və Nəzim Əli müəllimin qardaşları. Allah onlara uzun ömür, can sağlığı versin. Bizim hər çətinliyimizdə bizim yanımızda olurlar. İqrarın xüsusi burada zəhmətləri var. O zəhmətlərə görə mən bütün idarə heyəti adından, bütün kənd cəmaatı adından İqrar qardaşımıza və onun Aqil qardaşına, Kitabullah qardaşına təşəkkür edirəm. Kitabullah bizi burada demək olar ki, işıqla təmin edir, onun şot-çıxından istifadə edirik, onun hesabına burada işıqlandırırıq, bəzi problemlərimizi həll edirik. Burada bütün kənd cəmaatına böyük təşəkkürümü bildirirəm. Bizim ictimai birliyimiz bizim kəndimizin sakinlərinin, bizim kənd cəmaatının hesabına yaranan bir birlikdir. Bu birliyin yaranmasında Mais qardaşımızın, Elşad müəllimin, Zəkəriya müəllimin və digər qardaşların mənə qədər olan böyük zəhmətləri var. Görülən işlər göz qabağındadır. Bunu deməyə, dəfələrlə təkrar eləməyə mən ehtiyac bilmirəm. Bu barədə Mais qardaşımız da məlumat verəcək kənd cəmaatına. Bizə dəstək olan elimizin mərdoğulları qrupu, üzvləri buradadır, rəhbərliklər buradadır. Onlara dərin təşəkkürümüzü bildiririk. Bu yolda bizə dəstək olublar, öz böyüklüklərini göstərirlər, bizə yol göstərirlər. Burada deyir ki, inkişaf qrupu, mənim böyük qardaşım Fikət müəllim buradadır. Elimizin, kəndimizin axsaqqalı Hilal müəllim buradadır, Cahil müəllim buradadır, hər birinə söz veriləcək, Balabay müəllim buradadır. Bizim Ağrayan müəllim burada, hörmətli Ağrayan müəllim buradadır. Həmişə öz sözünü deyib, lazım olan yerlərdə öz üzərinə düşən vəzifəsini yüksək formada yerinə yetirir. Onlara da biz öz sözümüzü deyəcəyik, təşəkkürümüzü bildiririk. Onlar istəyərlər ki, öz fikirlərini bu ictimai birlik haqqında desinlər, bizə öz tövsiyələrini versinlər. İctimai birliyi necə görmək istəyirlər, ictimai birlik gələcəkdə hansı işləri görsə yaxşı olar. Bunlarla biz qarşılıqlı istəyirik ki, işləyək, kənd cəmaatı ilə, kənd ağsaqqalları ilə, ziyalılarımızla istəyirik ki, bu məsələləri birgə həll edək. Kənd cəmaatının burada bir qismi iştirak edir, böyük qismi burada yoxdur, çox güman ki, onlar bizi görəcəklər. Sosial şəbəkələrdən və qrupdan paylaşaraq bizi görəcəklər. Bütün kənd cəmaatından bu ictimai birliyinin davamlı yaşaması üçün, böyük işlər görməsi üçün bizə dəstək olmağını xahiş edirəm, rica edirəm. Böyüklərdə də bu işdə xahiş edirəm ki, bizə dəstək olsunlar, onları maarifləndirsinlər, onlar da düzgün bizə dəstək olsunlar. Çünki bu ictimai birlik dövlət qurumu deyil, dövlət müəssisəsi deyil. Burada
biz çalışırıq ki, bir fədakarlıq göstərək, kənd cəmaatının hesabına, onların vəsaiti hesabına onlara xidmət edirik. Biz onların xidmətçisiyik, əslində biz onlara xidmət edirik, onların işlərini həyata keçirməyə çalışırıq. Biz birlikdə güclüyük. Mən istəyərdim ki, bu kənd ki, necə hörmətli kəndli, seyidlər böyük, bu burada əksəriyyət böyük seyidlərdir, alimlərimiz var. Burada bayaqları bizim ruhani qardaşlarımız da qeyd elədi, onlar bizdən daha yaxşı bilirlər, daha savadlı formada onu çatdırdılar. Mən istəyirəm ki, biz onların adına layiq öz işlərimizi görək. Çünki bu kənddə çox layiqli, hörmətli insanlar var. Mən fəxr edirəm ki, mən bu kətdənəm, mənim atam bu kətdəndir. Mən özümü təqdim eləməyə ehtiyac yoxdur, tərifat da ehtiyac yoxdur. Amma istəyirəm ki, böyüklərimin yolunu gedən, onlara hörmət qazanan. Onlar zamanında öz işlərini, öz vəzifələrini yüksək səviyyədə yerinə yetiriblər, özlərinə rəhmət qazanırlar. Mən də istəyirəm ki, onların bir kiçiyi kimi, mən bu ailənin ən kiçiyiyəm, mənim böyük qardaşım Fikət müəllim buradadır. Mən 12 uşağın axırıncısıyam, axırıncı övladam. Çalışıram ki, öz valideynimin, öz böyüklərimin yolunu davam elədirəm. Ona görə də bu yolda hər birinizdən xahiş edirəm dəfə-dəfə ki, yəni gəlin bir olaq, birlik olaq. Bizə burada düşən aylıq 5 manat üzvlük haqqı var, onları vaxtında ödəyin. Sizin hansısa bir fikirləriniz varsa ki, burada səslənəcək, sizlərdən də xahiş edirəm, kimisə bir tövsiyəsi var, fikri var, iradı var, onları da gözəl şəkildə çatdırın, biz sizə onları cavablandıraq. Təşəkkür edirəm. İndi sözü də müalicimlə davam edəcək, söz verəcək ağsaqqallara, qonaqlara. Bir daha hər birinizi salamlayıram. Bəli başdan deyim ki, danışmaq, söz demək istəyən hər kəsə söz veriləcək. İlk öncə istəyirəm ki, kəndimizin ağsaqqallarını dinləyək və onların həm bizə olan işlər haqqında, həm gələn qonaqlara xoş gəldin deyəcəklər yəqin ki. Ondan sonra ayrı-ayrı kəndlərin burada qrup rəhbərləri var, ayrı-ayrı birliklərin rəhbərləri var. Bayaq yadından çıxartdım. İqrar müəllim çox fədakar, Gürdəsər kənd cəmiyyətinin sədridir. Öz kəndi üçün də, ümumi el üçün də, lirik üçün də çox dəyərli insanlardan biridir. Sonra yadından çıxartmışdım Ələddin qardaşımızı. Burada çox böyük zəhməti olan gənc qardaşlarımızdan biridir. Var olsun, Ələddin deyəlim, burada da görmürəm. Çox sağ olsun. Söz üçün ilk öncə mən valla seçim etməkdə biraz çətinlik çəkirəm. Bilmirəm, Hilal müəllim böyüdü, yoxsa İmran əmi. Sağ tərəfə. Onda buyurun. İctimai birlik hakkında yoldaşlar arpazda söhbət edirlər. Birliğin zəifliyindən söhbət çox gedir. Birlik həqiqətən yaxşı. Bizim elədiyimiz bu köməklə böyük işlər görürük. Ama çok lazım olar ki bundan sonra biraz kənd faallaşsın. İşlerin ilerlenmesi için, onun tez başa çatdırılması için, keyfiyyəti için cəmaatın dəstəyi çok vacibdir. Onsuz mümkün olmaz. Buna kadar görülen işler aslında takdire layıqdır. Burada kimin bir manatda zəhməti varsa ona da təşəkkür düşür. Ben sizin hamınıza çok minnətdarlıq edirəm ki, bu tədbirdə iştirak edirsiniz və gələcəkdə bu tədbirin davamı üçün də bu fəaliyyətlə də hərəkət edəsiniz, gələsiniz, birləşəsiniz ki, bir şey meydana çıxsın. Digər kəndlərdə də bu işlər gedir, abadiylik işləri gedir. Mesela bizim kənd o kəndlərə nisbətən açıq demək lazımdır ki, geridədir. Sonra burada bizim məscid kəndləri məscidlə, qat-qat geridədir, digər sahalarda da. Amma bir vaxt olur ki,
Misdən kəndi 4, 5, 6 parça kəndin paytaxtı sayılır. Amma indi o ada layıq elə hərəkət olsun ki, gəlib o ad təzədən öz yerini alsın. Hərə öz növbəsində, hərə öz imkanından, hərə öz fürsətindən, hərə öz hörmətindən, hərə bir nöylə bu qrupa xidmət eləmək vacibdir və lazımdır. Çalışarıq bundan sonra biz də bu qrupa müəyyən qədər öz köməyimizi göstərək. Ki, yəni, mən gələk adam biri özümdən desin, mən bu qrupda iştirak edəməmişim bu vaxta qədər. Amma söz verirəm ki, mən də iştirak edəcəyim. Sağ olun. Deyim, kəndimizin axsaqqalı İlhan müəllimdir. İlhan müəllim istədiyi öz tövsiyələrimizə versin. Məclis əlimi salamlayıram. Fatime Zəhranın səbəbkarı olduğu bu məclisə istəyirəm bax belə deyəm ki, xoş gəlmişsiniz. Səbəbkar oğlu nənəmiz oldu. Necə bizi bir ilə yığıb burada fikir görüşürük, bunun özü nəyə deyirsiniz? Hələ bu az imiş gibi, bu bizim bu yuxarı kəndin cəmaatında Fatime Zəhranın məclisi toplayıb bura. Burada ben bu yoldaşların hamısını tanımıram. Burada Nəsibəli müəllimi tanıyıram, Hacı Nəsibəli. Onunla gəldi bu yoldaşlar bildiler. Sizə bak 2 dəfə, 3 dəfə, 5 dəfə, 10 dəfə hoş gəlmişsiniz düşün. Çok sağ olun düşün. Sizi ben elə bilirəm ki, göydə gəzirdim, siz elə durağında rast gəlmişsiniz. Çok sağ olun. Zəhmət çəkmişsiniz. Eldən elə gəlmişsiniz. Zəhmət çəkmişsiniz, öz vaxtınızı ayırmışsınız. Gəlmişsiniz, İslam İctimai Birliğinin təşkil elədiyi bu tədbirdə canla başla iştirak ediyorsunuz. Sizi mən almışlayıram, sizə sağ olmazlıq edən, sizə çox sağ olmayıram. Qaldı ki, ataların belə bir misali var. Deyir, işi başlamaq için 50% görülməsi deməkdir. Mən bu İctimai Birliğin fəaliyyətinə baxıram, burada 50% yox, 50%'i binay qədimdən elə bir geçmiş. Onun o 50%'inin en görkemli, en layıklı hissəsi kəndə yolun gəlməsidir. Kəndə heç, nə bilim, Fıstan adı çəkilən kimi hamısı uzaqdan qaçır deyib gəlmir. İndi bu qonşu kətlərin maşınları da elə bir gəlib buradan geçir. Bu İctimai Birliğin elədiyi tədbirin nəticəsidir ki, burada oturmuşuz, rahatca və söhbət edirik, fikir də bölüşürük, birbirimizi salamlayırıq. Hatta ehsanat da Fatime Zəhranın ruhu hesabına təşkil edebilirik. Bu İctimai Birliğin bir vasıta elədiyi, əməlin gördüyü işin parlak sübutudur. Kaldı ki, bunu azmış gibi, o yoldaşlar ki gelmişti, burada oturmuştu, ben isterdim onlar burada olanda, onları almışlayan, onlara minnettarlık edeyim. Onlar da öz işin gücün bırakıp tek uzaktan bu birliğin sesine ses verip gelirler. Özde bir farklı ben qeyd eləmək istəyirəm ki, Respublikada bunlara benzer daha da yoldaşlar var. Ama bunlar bizim canciğerdir. Bunlardan biri Erdebilə'dendir. Biri Gürdəsər'dendir, biri de bir de bu müəllim gəldir. İki xahiş edəm, onlardan kim qalırsa, genç de olsa benim salamı yapar, onlara çatdırsın. Ben onların üzerinde daha çok yaxşı deyə bilərdim. İndiki alınıb belə, dönə xahiş edəm. Onlara benim minnettarlığımı bildirginə ki, çok sağ olsunlar. Onlar deməli, bir sözə, onlar o kadar azamlı səhnəni özlerine layık yolda gəlir. Çok sağ olsun. Məsələ belədir, bu İctimai Birliğin müəyyən qədər üzvlərinin içərisində də məsuliyyətlisi çoxdur. Müşahidə edirəm. Şimdi bunlardan da bu rüsətdə olan var, İctimai Birliğin elə bir dənə səsinə o işi bırakıp da o zamanlarla Qazaxıstandan gəlir, nə olur?
Səni mən almışlayıram, sənə minnətdarlıq edirəm. O qalanlar Bakıdan zaten hayla belə məsələ bu qazara bu adam minib gələ bilir. Ayşe sen sağ ol. Sağ ol. Ruhit de var burada. Ruhit doğrudan ha. Ruhit sen bak. Bağışlayarsan ama ne zaman aziz şagirdim olursa mesela müəllimin olmuşam. Müəllim də sahneye bilir ben baba. Səni də alqışlayıram, sana minnətdarlıq edirəm, sana da çok sağ ol deyirəm. Demək, məsələ belədir. Atalar, yeni atalar misalında istəyirəm, deyir ki, su ki qaba töküldü, oldu içməli. İndi deməli, siz bu qədər ki, bu işləri görmüşsünüz, elə bilirəm ki, də sizin qabağınızda asan, çətin iş daha qala bilməz. Ancaq bu hesabla qabağa. Sizi mən alqışlayıram, sizə minnətdarlıq edirəm. Nə lazımsa, elə bilirəm ki, Allah sizə yar olsa, her neyin ötesine gelir. Ya Allah, sağ olun. Allah razı olsun. Sizlərdən rica edirəm, yəni burada istəyirəm ki, qarşılıqlı olsun. Həm bizim kəndimizin ağsaqqallarına, böyüklərinə söz verək, həm də qonaqlarımıza söz verək ki, qarşılıqlı olsun. İnşallah bəlkə fikir mübadiləsindən yararlar. Ondan sonra da keçəcək kəndçilərimizlə söhbət edəcək, kəndçilərin fikirlərini dinləyəcək. Onlara da mikrofon verəcək, mikrofonla öz fikirlərini gözəl şəkildə bizə iradlarını hətta belə bildirsinlər ki, biz özümüzdə olan səhvləri görə bilək, onları düzəltməyə çalışaq. İndi istəyirəm ki, Fikət müəllim də öz sözünü desin, sonra söz verək qonaqlarımıza, qayıdarıq, yenə də bizim axsaqlarımıza. Təşəkkür edirəm hamısı. Əziz həmkəndlilərə, dəyərli qonaqlarımızı salamlayıram. Qonaqlarımızın əksəriyyətindən Delkin inkişafına dəstək ictimai qrupundan tanıyıram, bərabər yolundan. Hər bir kənddə ola bilsin bir qrupun rəhbərlidir. Onların da fəaliyyətləri, günləri, rayon mediasında çox tədbir, hörmət qazanan fəaliyyətlərdir və onlar öz fəaliyyətlərindən kifayətlənməyib, hətta Delkin Mərdoğulları qrupu, Rəşad Məli burada da təmsil edir qrupu. Bizim birliyə də maddi dəstək oldular. Sonra bu Delkin İctimai Delkin inkişafına dəstək qrupunda da Rəşad Məlimdə çox faal təşəbbüsü ilə, dəstəyi ilə bizim təşəbbüsümüzlə məsələ müzakirə olunur. Delkin inkişafına dəstək qrupu da bizim ictimai birliyə 1000 manat vəsait köçürdü. Bu vəsaitlər məsələni həll edən bizim kənd cəmaatının 5 manatları. Amma mən bildiyim qədər ən az üzvlüyatı bizim kəndin ictimai birliyinin fonduna köçürülən üzvlüyatı. Məbləğ etibarıyla. Elimizin Mərdoğulları qrupunda mən bilən üzvlüyatı 20 manatdır. Səhv eləmirəm ki, Eşən müəllim? Bəli. 20 manat. Bizdə məbləğ minimumdur. Əslində bu çox şeylər fikirləşib belə nəzərdə tutulub. Əgər mən siyahıya baxmışam, 400 nəfər siyahıda nəzərdə tutulan bizim kəndin adamları var. O 400 nəfər mütəmadi olaraq, artıcı olaraq o üzvlüyatlarını ödəsələr, ödeyə bilsələr, inşallah ödəyərlər, Allah imkan versin. Bizim birliyin nəzərdə tutduğu bir sıra layihələr ki var, onların həyata keçirilməsi biraz da sürətlənir. Hilal müəllim məsələlərinin çox hissəsini əhatə elədi öz bitdiyində. Mən üçün biraz az yer qaldı orada. Amma bütünlükdə mən iki məsələləri tutulmaq istəyirəm. Bura bizim yığılmağımızın əsas səbəb olaraq baxmayız. Nasıl olmuş məclisimizdir. Bu münasibətlə də mən yeni bizim kəndin ictimai birliyinin fəallarını, onun idarə heyətini təbrik edir. Çox sağ olsunlar. Bu bir növ adamların bir yerə toplanması, kənd cəmaatının bir araya gəlməsinə də bir vəsilə oldu. İkinci məsələ də bir neçə il bundan qabaq kimə desəydiniz ki,
Visdən kəndinin yolu bu Visdənlilərin hesabına və yaxın dostlarımızın hesabına, onların dəstəyi hesabına qısa müddətdə bu vəziyyətə gələcək. Çoxları üçün biraz inandırıcı görünməzdir. Elə bu mərasim evinin, hamımızın oturduğu mərasim evinin ərsəyə gəlməsi kəndimiz üçün son illər görülmüş ən böyük hadisələrdən biridir. Və bu münasibətlə də mən yenə Müstəqil İctimai Birliyinin üzvlərini, onun idarə heyətini səmimi qəlbdən təbrik edirəm. Onlara növbəti işlərində uğurlar arzulayıram. Rüfət mənim qardaşım olsa da çox realist adamdır. O işlərə real münasibət bəsləyən adamdır. Buradakı fəaliyyətində də onu görürəm. Onlar öz işlərindən əslində narazıdırlar. El-oba nə qədər razılıq eləsə də, təbii ki, burada da narazı qalan adamlar həmişə olacaq. Mən bir-iki dəfə demişəm məclisdə, Margarita Thatcher vardı, İngiltərənin baş naziriylə. Amma onu tanıyırdı, əksəriyyəti tanıyır. Onu Dəmir Ledi dedi. O dedi ki, adamlar heç vaxt hamısını razı alma mümkündür. Bir gün mən əgər suyun üstündə yeriyə bilsəm, gecələr ona baxayım, o boyda arvad tutaq, yüzməyə bacarmır, yeriyir suyun üstündə. Suyun üstündə yerimək üstü bir bazarı tələb eləsə də, onu heç kim deməz, çatışmayan cəhətdir. Adamların əksəriyyəti bardağın boş hissəsinə baxmağa öyrəşirlər və yaxud da qısqanlıq hissələri var. Bu adamların xislətində, xarakterində olan bir şeydir. Siz İdarə heyəti olaraq, bu qrupun fəalları olaraq burada iştirak edirsiniz. Zəkəriyə də buradadır, Rüfətdir, Müayisdir, mən tanırım. Dağlardır, Tanıdıqlarım. Ruhiddir, Elçin müəllimdir. Siz öz fəaliyyətinizdə, mən yolda da sizə dedim, bir yerdə gəlmişik. Nə təşəkkür gözləyin, nə də həmin sözlərdən, ruhdan düşün. Siz öz fəaliyyətinizə davam edin. Bu yolda mən də sizə bir böyük qardaşınız olaraq uğurlar arzulayıram. Bir də İctimai Birliyin ilk iclasların birində iştirak edəndə mən də orada bir söz demişdim, onu təkrar eləmək istəyirəm. Adamların çoxu bu məsələlərdə deyir ki, bu niyə edirəm bu qrupda? Bu qrup mənə nə verir? Əksəriyyəti bu cür yanaşır məsələ. Büyün də o cür yanaşanlar var. Onda o cür yanaşmanın hesabına olaraq Bugün burada olmayanlar da var. Bugün hala təzə bir üzüm qəbul elədirsə, təbrik edirəm, İbrahim Baxımı, sağ olsun. Demək, bu birliyin, bu fəaliyyətlərin də təsiri olacaq bundan sonra da. Əksinə, onlar düşünməlidir ki, mən kendim üçün nə edə bilərəm? O ideya ilə, o məqsədlə yanaşsalar o məsələlərə hesab edir ki, bizim kəndin ictimai birliyi bu şikayətlərdən heç də geri qalmaz. Bəli, inan da dedi, kənd həmişə mühümlü olur. Bu da bir faciədir ki, bir müddət bizim kəndin həyatında da ictimai, siyasi, iqtisadi, mədəni həyatında geriləmə olur. O qədər böyük imperiyalar olub ki, Bizans kimi, Osmanlı kimi, Romanovlar, Sülalası kimi imperiyalar olub ki, onlar tarixdə ömür billah yaşamırlar. Hər bir dövrün, hər bir zamanın özünün önündə gedən hadisələri olub, bunların da özcülləri olub, ayrı-ayrı dövlətlər formasında və kəndlər formasında. Bugün bizim kəndimizdə görülən bu işlər çox təqdirə layiq işlərdir. Bu işdə mən təkrar sizə uğurlar arzu edirəm və qonaqlarımıza da xüsusi təşəkkürümü bildirirəm ki, dəyərli vaxtlarını ayrı bizim məclisdə iştirak edirlər. Həm Fatıma Zəhra anamızın ruhuna hörmət olaraq, etimad olaraq, həm də bizim ictimai birliyə etimad olaraq da iştirak edirlər. Yəqin ki, onlar da öz sözlərini deyəcəklər. Təşəkkür edirəm hamımıza, səbir, təmkin, təbrik olaraq bize görə, sağ olun. Bizim dəyərli qonaqlarımızdan Elşad müəllim, xahiş edirsiniz, fikirlərinizə deyirsiniz, qrup bir neçə kəndin birləşməsindən də sizin təcrübəniz daha çox bizdən yaşlı buyursuz, hər halda öz tövsiyələrinizə verirsiniz. Sağ olun, salamlayıram Visdən cəmaatini, Visdən İctimai Birliyini. Mən əvvəllər həmişə deyirdim, Visdən çox mənə tanımır belə. Mən Visdən cəmaatinin qoluna qələbələrində var, indi çoxdan. Allah sizlərdən razı olsun, əziz Visdən cəmaati. Bu birlikdə, Visdən İctimai Birliyində birləşin,
o kəndin abadlaşması, xeyirxah işləri, müəyyən işləri qoy görülsün. Mən ilk dəfə Murya İctimai Birliyi rəhbəri kimi gəlin xəbərimizdə Muryada nə işlər görmüşük, yol çəkilişidir, quyu qazmaqdır, şəhidlərin plakatlarıdır, qəbristanlarda müəyyən işlər, məsciddə müəyyən işlər görmüşük. Murya İctimai Birliyi adına. Sonra da biz birləşdik elimizin Mərd oğulları qrupunda. Elimizin Mərd oğulları qrupunun içində, yəni ki, bilirsiniz, çox çətin, kimə deyildiyini inanmırdı, Fikrət müəllim demişəm listənin yolu. O boyda yolu kimə deyildiyini inanmırdı. 50-ci kilometr Şingəldən Xanagəl yolu. Əslində biz də büdcəmizə baxıb, niyəli favoratı deyilən imamlara kimi yolu çəkmək istədik, başladıq işlər. Allah elimizə, cəmaatımıza bərəkət versin. Allah onlardan razı olsun. Bizə dəstək oldular, biz də həvəsə düşdük. İdarə heyəti, işçi qrupu, bütün cəmaatla birləşdik, Xanagələ kimi yolu apardıq. Bu heç Azərbaycanda bəlkə belə bir tarix olmayıb, 37 kilometr yolu cəmaat öz büdcəsi ilə çəksin. Bu bizim deyil cəmaatının hünəri oldu, bizim deyil cəmaatının məhdliyi oldu, yetdiyi oldu, buna yetdiyi də demək olar. Yəni öz ailə büdcəsindən kəsib bizə dəstək oldular. Belə işlərdə baxmaq lazımdır. Ay, mənim bu il 20 manatım yoxdur. O il 20 manatı ver, siz özünüz çoxunu Seyid Peyğəmbər evladısınız. O il 20 manatı ver, babamızın cəddi sizə kömək olur. 100 manat sizə yetirər. Özdə baxıram, görüm sizin idarə heyətində gənclərdir, Dağlar müəllimdir, Rüfət qardaşımızdır, müaizdir. Çox olun, gənclərdə imkan yaratmışsınız. Bu gənclərin arxasında durmaq lazımdır ki, bu gənclər işləri görsünlər. Mən görürəm ki, müaiz müəllimlə tez-tez əlaqə saxlayır, sən deyir, Rüfət müəllim filan şeyi elədir, biz tez-tez əlaqədə oluruq. Kömək edinin, o kəndin abadlığı üçün edirlər, sizin üçün olur. Valla, biz bu Fikrət müəllim bəyan dedi, biz Lerikə Dəstək İctimai Birliyində üzvüyük. Bizim 500 üzvümüz var, Fikrətlə 6 nəfər. 6 nəfər yürüdür. Bir üçün vətənin yerin o başı yoxdur. Lerikin o başıdır, Zuant da bizimdir, Dev də bizimdir, Piran da bizimdir. Və şəxsən mən Ancaqə cəmiyyətin üzvüyəm. Ancaqə Paris'dəki çoxlarımız Ancaqənin yerini bilmir. Bəlkə Çimiz dağlar olabilirsiniz, dağlar oldu, çox təzələ dağlar. Ancaqə cəmiyyətin üzvüyəm. Heç oranın yolunu da tanımamışam, mən oranın üzvü olmuşam. Ancaq bilmişəm ki, oranı görmüşəm, oranın cəmaatı işləyir, bu icmada dəstək olurlar, bir-birinə kömür olurlar, yol düzəldirlər. Mən də həvəsə düşüb onlarla bir yerdə olmuşam. Düz bizim kənddə də olub icma birliyi. Bayaları da gəldim, görüşdüm, qardaşlarla getdim. Evlərdə Libədirqədə iş gedirdik, getdik onlarda dəydik, Hacı Mirzaqan qardaşımızla. 4 gün bundan qabaq dəymişdir. Yəni, adam da arada qrup alır, öz elindən, obasından. Mən başda arada olmuşam, ancaq ürəyim burayla döyünür, vətənlə döyünür, valla. Talışca da bilirəm, belə Lahorbenə də gitsin. Allah sizdən razı olsun. Sizə uğurlar razı edirəm. Çalışın, bir-birizə kömək olur. Təbliğatdan çox şey asılıdır. Biri deyəndə ki, yox, filan şey, alınan şeydir, onun dalıca getmək lazımdır. Bu elimizin Mərd oğulları bundan təvəkkül qardaşımız buyurur. Birinci çağlarında dəvət edəndə onu, dedi, bu mümkün olan şeydir. İndi ancaq heç kimə imkan verir. Özü ilə qabadır. Pulu da hamısından qabadır, hamısından çox adır, hamısından da fərqli işlər gedir. Bir-birizə dəstək olur. Görürsünüz, elədiyi işlər göz qabağındadır. Ola çox kəndlərdə xeyşələri yoxdur. Sən görün, yolları düzəltirsiniz, sağ olun. Biz də sizin yanınızdayıq. Siz bir eləsiniz, biz 3 eləyək. Ancaq təki siz eyin, biz də sizə dəstək olun. Çox sağ olun. İşimiz ilədir. Sağ olun, Yaşar müəllim. Elimizin gözəl ağzaqalı Hacı Mirzaqan əminə söz verilmək istəyirik. Onun gözəl qeyri-sözlüyüm ki, Hacı Mirzaqan əmin Zenonun kəndindəndir. Bilməyənlər üçün çoxu tanıyır, tanımayanlar üçün. Elimizin, lerikimizin, Azərbaycanımızın həqiqətən çox ziyalı, ağsaqqal,
mənəvi böyük dəyəri olan insanlardan biridir. Çox sağ olun, müəllim. Mən fürsətdən istifadə edib elimizin, ovamızın dəyərli burada toplaşan bütün ziyalılarını, ağsaqqallarını salamlayıram. Bizim için çox bir sevindirici gündür ki, bu günləri Fatma-i Zəhra anamızın ruhuna hörmət əlaməti olaraq bu ehsan verildi. Bu kəndin ictimai birliyinin təşəbbüsü ilə ruhu şad olsun anamızın. Təbii ki, yeri məkanı cənnətdir inşallah. Yəni, bu Bizdən İctimai Birliyinin həqiqi mənada bu kəndə, elinə, ovasına verdiyi dəyərdir. Bizdən kəndi hələ biz uşaqlıqdan eşitmişik ki, böyüklərimizdən Seyirlər kəndi olur. Burada gözəl, hələ o dövr üçün, yəni dini ziyalarımız olur, alimlərimiz olur din sahəsində və o cümlədən də hələ dünyavi elmlərdə də gözəl ziyaları, savadlı ziyaları, alimləri olur bu kəndin. O kəndin nə qədər ziyalısı çoxdursa, ağsaqqalı çoxdursa, müdrik insanlar çoxdursa, o mühitdə təbii ki, sağlam mənəviyyatlı gənclər də dünyaya göz açar. Deyir, övlada tərbiyə verməyə ehtiyac yoxdur. Övlad atadan götürür. Atanın, ananın evdə tərbiyəsi övlad üçün bir örnəkdir, bir əxlaq dərsidir. Yəni ona tərbiyə verməyə ehtiyac yoxdur. Bəli, bu kəndin ziyalıları da tarix boyu öz övladlarına bir iş qoyub gedirlər. Vətənpərvərlik işi qoyublar. Ailəyə dəyər, hörmət, mənəvi dəyərlər hər şeydən üstün olur. Bu günləri çox tədqiqə layiq bir haldır ki, belə bir ictimai birliklər yaranır. İlk dəfə deyir ki, inkişafına dəstək qrupu yarandı. Biz də o qrupa üzv olduq. Və sonradan bu birliyi öz daxilimizdə də, öz elimizdə, öz yaşadığımız kəndimizə də daha diqqət yetirə bilək deyə elimizin mərd oğulları qrupu yaratdıq, təsis etdik. Bu bizim təkcə elimizin, ovalımızın abadlaşması deyil, bu bizim mənəvi birliyimizdir, mənəvi bütünlüyümüzdür. Bu günləri hər birimizin yəni gözümün qabağında mənəviyyatımız aşınmaya məruz qalır. Mənəvi bütünlüyümüz aşınır, böyüyə kiçiyə hörmət azalır. Bugün, bax bu geniş şəbəkələr, yaranmış şəbəkələr və üstəgəl imperializmin, digər kənar qüvvələrin yeni ölkəmizə qarşı təxribatı və digər amillər bu günləri həqiqi mənada bütövlüyümüzə zərbə vurur. Bu birliklərin yaranması, birinci növbədə elimizin ovamızın abadlaşmasında müstəsna əhəmiyyəti var. İkinci bir cəhətdən bayaq dediyim ki, bizim mənəvi bütövlüyümüzü artırır. Bəli, bugün el, ova birləşir. İndi bir anlığa görün ki, bugün kəndlərimizdə Allah bizdən götürək. Öz yaşadığım, mən doğulub, bu yavaşa çatdığım Zirunun kəndindən olsun, Dorman olsun, Laman olsun. Ümumiyyətlə də bu regionda görün nə qədər kəndlər boşalır. Bəs hər dövrün zamanında hər bir kəndin axsaqqalı olub, müdrik insanları olub, gənc əsas sağlam mənəviyyat aşlayıblar, doğru yol göstəriblər, müdüriyənin qolundan yapışıblar, imkansızın, kasığın, yetimin, yoxsulun yanında olurlar. Bu bizim mənəvi bütövlüyümüzdür. Bugün biz niyə o buradan köçüb gedən bir insana niyə təbliğat aparmayaq ki, balam sən nə səbəbə köçürsən, nədir? Olmaz ki, bir dəstək olar. Digər xarici dövlətlərdə gedilir, İsrailin yaranmasında bəlkə də tarixi istinad edəsin, İsrail dövləti bir daşlı olur, qayalı olur. Heç bir təbii florası olmuyor. O əhalinin uzaq görənliyi, o hansı ki, xalqını düşünən insanların o müdürçülük sahəsində onlar elinin obası ağızlar əkiblər,
sular çəkiblər. Daşlı, qayalı bir yeri çəkib sürkən bir gözəl bir yaşayış masasında çəkiblər. Amma bu günlər sürkən təbiəti olan belə bir gözəl, hər kəsin həsəd apardığı leriklər. Niyə biz gənclərimiz üçün, niyə biz gələcəyimiz üçün hər hansı bir addım atmayaq? Bəli, bu qrupların, bu ictimai birliklərin yaranması, bax, gələcəyinə o nəinki köçə-köçür qarşısını alacaq, qayıdışa səbəb olacaq. Elimizin, obamızın bir vətənpərvərlik üçün oyaracaq. Hər kəslə bir torpağına, böyüyüb başa çatdığı vətənə qarşı sevgi yaranacaq. Vallahi mən öz alanımda deyirəm, Bakıda qazandığımızı 30% burada qazansaq, hər birimiz bu eldən olan heç vaxt təhlil etməliyik. Gəlin bu məsələlərdə biraz diqqətli olaq. Həmən mənəvi bütövlüyümüzü qoruyaq. Böyüyə kiçik hörməti, ağsaqqallarımızın qədrini bilək. Müdrik insanlarının o bizə verdiyi örnəklərdən bir təlimat alaq, öyrənək və gələcək nəslədə bir özümüz də bir iş qoyaq. Biz artıq orta nəslin, yaşlı nəslin nümayəndəyik. Hər kəs özünə sual verməlidir. Mən özüm üçün neyləmişəm, xalqım üçün neyləmişəm, vətənim üçün neyləmişəm. Valla öləndə bizə iki metr kəfəndən başqa kesinə qalmıyor. Bayaq Fatma Zəhra anamızın, bax, ruhumu şad olsun. Biz Əhl-i Beyt övlad, Peyğəmbərimizin soyundan gələn hər bir övlad bir örnek olur. Onların həyatı bizim için bir örnəkdir, onların həyatı bir mənəviyyatdır, onların həyatı bizim gələcək nəsil üçün. Nə qədər təxribatçı qüvvələr var ki, bu təriqətlərdə, sağlam təriqət içərisində batıl təriqətlər yaradırlar. Büyük vahabizm artıq genişlənir. Nə üçün? Ona görə ki, bugün zemanda olan Şeyh Mahmud diye yoxdur. Niyə bizdən də olan o elm xadimləri bugün yoxdur? Dini dəyərlər, cəmiyyətə sağlam mənəvi daşıyan ziyalılarımız niyə yoxdur? Fərq yoxdur, dünyavi elmlərdə olsun və yaxud dini dəyərlərdə olsun. Gələk biz hər birimiz əlimizdən nə gəlsə bir sözlə maddi zənginliyimizə yox, mənəvi zənginliyimizə doğru bir adlamaqdır. Mənəvi zənginliyimizi gücləndirir. Bu günlər hər bir insana bir təbliğat aparmaq demək lazımdır. Bir-birindən mənsubiyyətin asılı olmayaraq, kasır, paratlı, imkanlı, imkansız olmalığına asılı olmayaraq elimizi səfərbər eləməkdir. Bəli, biraz maddiyyətimizdən mənəviyyatımızı tərəfə qoyaq. Yəni, maddi zənginliyimizdən kəsib, mənəvi zənginliyimizi artıraq. Bütün bunlar elimizin obamızın abadlaşması da, bütün yenə deyirəm, bunlar hamısı mənəvi zənginliyimizi artıraq. Gəlin biz gələcəyə də biz də bir iş qoyub gedək. Maddiyyətimizi düşünməyək, mənəviyyatımızı daha düşünməyək. Əgər doğrudan da bir xalq olaraq yaşamaq istəyirsə, bax, o dediyim amillərə diqqət yetirmək lazımdır. Yəni, ürəyimiz doludur, çox nə qədər danışsa onlar digər qardaşlarımızla danışsın deyə, ona görə hər biz öz təşəkkürümü edirəm. Gəlin bu sahədə əməkdaşlığımızı artıraq, elimizin obadlığımızın avadlaşması üçün əlimizdən nə gelirsə, bugün o əlimizdən gələni hissedək. Sağ olun, hər birinizə xoş olacaqlı, gözəl gələcək, sağlam həyat arzu edirəm. Sağ olun. Çox sağ olun. Ağayın mənim məzəmətləməsə. Məclisimiz rəngabənd olsun deyə qonaqlarla növbələşə qəçəlim. Allah köməyiniz olsun. Hamınızı salamlayıram. Doğrudan möhtəşəm gündür, çox belə dəyərli bir yerdə paylaşmış edək. Bugünkü günün bir də qaytarmaq olmaz. Bugünkü burada, bu məclisdə bu iştirak edənlər çox uzun danışmağı istəmirəm. Yəni, bu ictimai qrupun yaranması doğrudan da böyük şeylər meydana çıxartdılar. Yəni, bu binanın hansı vəziyyətdəydi, hansı vəziyyətdəydi burada? Yol məsələsi, yəni bu yaylanla burada düşən, orada torbaların qoyulması, bunların hamısı ictimai birliyin zəhməti bilir. Ki, mən
bütün xalqdan razıyam, həmişə razı olmuşam. Mən 50 il bu kənddə işləmişəm. Bu kəndi çörəyi vermişəm, bu kəndə vermişəm. Həmişə istəmişəm ki, bu kənd başqa kəndlərə nümunə olsun. Mən prezident aparanlara dəfələrlə, yenə mənə məktub gəlir, yəni 2026-cı ildə yolun asfalt çəkilməsinə, yəni elə çalışıram. Mən heç nə ehtiyacım da yoxdur, hər şeyim də var, təmin olunmuş adamım. İcra aparatında da bir neçə dəfələrlə. Başı şəxsən mən tanıyır, o qədər getmişəm ki, bax, işıq məsələsidir, yol məsələsidir, qaz məsələsidir, məktəb məsələsidir, bunların hamısı dəfələrlə demişik. Sən yenə xahiş edirəm ki, cəmaatdan o ictimai qrupun o 5 manat söhbəti var, onu vaxtında ödəsinlər. Yəni, çox da vaxtınızı almaq istəmirəm. İnşallah hər şeydə göz qabağındadır. Kimin də nə etirazı varsa deyə bilər. Yəni, hələlik bu qədər. İstəmirəm, vaxtı çox apıram. Yəni, burada daha da danışanlar var. Sözü indi kəndimizin Ağsaqqal Cahid müəllimə verirəm. Çox sağ olun. Mən də öncə danışan yoldaşlara fikrinə şərik çıxıram. Hamınızı salamlayıram. Gələn qonaqlara da başda Nəsibəli müəllimi yaxşı tanıyıram. Başda Nəsibəli müəllim olmaq şərti ilə hamınıza xoş gəldin deyirəm. Allah sizi can sağlığı versin, gələn qədəmləriniz mübarək olsun. Həmişə belə kəndinizin, elinizin birliyində siz də iştirak edəsiniz. Mən yoldaşlar hamı söhbət edərdi, ictimai birliyin işi də göz qabağındadır. Atalar ki, görülən kəndə bələdçi olmaz. Yolun çəkilişidir, arteriyanın qaldırılmasıdır, bu xeyşərin tikintisidir, hamısı bunlar gözünüzün qabağında olub, hamısı da görə sizə təşəkkür edirəm, sizə can sağlığı arzulayıram. Ataların böyle bir sözü de var. Deyir ki, dünənki işine göre çok sağ ol, bugünkü işinden danış. İndi mən də bir istənli kimi bacardığım qədər köməyimi sizin ictimai birliyə göstərəcəyəm və göstərmək də istəyirəm, göstərmişəm də. Kəndimizdə su problem məsələsidir. Bunu hamımız bilirik ki, suyumuz yayda bizim eldən obaya çatır. Mən məsələn öz nəzərimdə, öz beynimdə tutmuşam ki, kəndimizin ətrafında bulanlar çoxdur. Bu saatlərdə heç bir bulanda bir istədən su içməyə imkan şərait yoxdur. Bir nəfər bir istədən su bir bulandan içərilməz. Çünki bulanlar çox pis məziyyətlərdir. Mən onu özümə ötəqini götürmüşəm. Demişəm ki, Allah Teala mənə ömür versə, mən hər ildə 2 dənə, 3 dənə, 4 dənə bulanı normal şəraitə salacağım. Qabağına yol düzəldəcəyəm ki, orada çölün heyvanı, kəndin heyvanı, insanı, quşu gedib su içsin. Kendimizin mərkəzində böyük bir bulan var. Ona biyolojik deyilində tanışmışında. O bulan bizim bu insanların İstən kəndində, bu kənddə məsullaşmasının bir nömrəli səbəbkarı o bulan olur. Atalarımızdan, babalarımızdan belə eşitmişik ki, o vaxtlarını bura meşəli yolu o bulanı görəndən sonra buranın abad edib, onun ətrafında da o mahallənin adında tanıtmışam. Buna görə ilk dəfə məsullaşma həmin o mahallədə gedir. O bulanın vəziyyəti beləsinə, dikil dövürücü, qənaatbaş deyil. Ola bizim bundan 20 il, 10 il qaba, 30 il qaba qənaatbaş deyil. İndi məsələn, burada müəyyən bir gələcəkdə imkanımız daxilində, onu müəyyən qəbristanlığın üstündə orada yetişli yer var. Rahmetlik Orucəmikinin evin altında, orada bir yerde oranın qazı müəyyən bir 100 tonluq mu, 50 tonluq bir basin yetişmək, o suyu ona çəkib gətirmək, onun qəbristanlıqda da istifadə edilmək məqsədə müvafiq olar. Bunu nəzərinizdə saxlayın, gözünüz üçün planlaşma, qeydiyyat, hər olay bu video çəkiliş gedir, bunlar hamısı yazılacaq. Bir də, mən o gün bir yolda da gördüm, səhv edəmirəmsə zülüm cəmaati idi. Onlar o yolun mərkəzi yolun kəndlərinə qədər o yolun sağ-sol tərəfində ağac əkir. Ağac əkmə aksiyası idi orada kəsər. Elə bu mərd oğullar qrupuna da məsləhətim olardı, düzdür, mən də o qrupu üzləyəm.
Maslahatı olardı ki 50. kilometreden o yol boyunca gələcəkdə yolun sağda sol tərəfində ağaclar, tingər bastırmaq, onun yaşalıqlara qərb eləmək daha gözəl olardı, daha yaxşı olardı. Bizim yolda da elə həmçinin. Mənə də gəlmiş ki, biraz ağacımız var burada. Yəni buradan başlasaq, bu Mirzə Gülün evinə tərəf qədər bu yolun üst tərəfində əksək macən gəlir. Mən sizə uğurlar arzulayıram. Mən sizə can sağlığı arzulayıram. Mən sizə xalqa daha yaxın olmağı arzulayıram. Bundan əlavə bir həmişə iki tərəfli olur. Bir şeyin 200'lü iki tərəfi var. Bir addım sen xalqa tərəf gedəndə, xalq da yenə 2 addım sizə tərəf gələr. Bu xalqların bu yerdən dövlədən da xahişi budur ki, üzümlü adamımız bayağı Fikrət müəllim də qeyd elədi çıxışında. O qədər də böyük bir məbləğ deyil. Cəmi 5 manatdır. 5 manatı mən gündə 2 başqa sigaret alıram ondan. Yəni o 5 manatı hamının imkanı çatar ödəməyə ayda. Müəyyən tədbirlərdə aktiv olan. Müəyyən maliyyə, çünki maliyyəsiz heç də eləmək mümkün deyil. Pul olmadan hərəkət eləmək mümkün deyil. Sizə uğurlar arzulayıram, can sağlığı arzulayıram, hamıya da belə mehribançılıq arzulayıram. Ve Allah Teala ulu Tanrı həmişə belə elimizi olmamızı mehriban eləsin. Muharibə alınıb bir daha ülkəmizin üstündən əsməsin. Həmişə belə güneşli parlaq gələcəyimiz olsun. Uşaqlarımız xoş sabahlarda ösürlər inşallah. Sağ olun. Sözü verək Bağbay müəllimlərin, hörmətli müəllimdir. Bir şeyi sizin nəzərdə çatdırmaq istəyəm. Cahil müəllimin dediyi bu məsələlər ki var, həm ona söz verildi, o öz fikirlərini dedi, həm də ki, gələcəkdə bizim görmək lazım olan işlərimizi bizə dedi. Biz onu qeyd elədik. Cahil müəllim sağ olsun, həmi problemi dedi, həmi də problemin həlli yolunu dedi. Çünki biz yenə də deyib, qeyd bir yerdən maliyyələşmədi Cahil müəllim. Heç yerdən bizim gəlirimiz yoxdur, heç bir işimiz, qazancımız yoxdur bu işləri görmək üçün. İdarə heyətinin and olan Allaha üzvləri burada var. İnanlı adlarını çəkmək istəyəm, deyərlər ki, idarə heyətinin üzvləri haqqında belə tərif alır. Mən xoşlamıram heç bir tərifi, heç özüm haqqında demək istəmirəm. İdarə heyəti öz şəxsi hesabına, öz bütcəsindən, öz cibindən, öz ailəsindən kəsib bura gördüyü işlər kifayət qədərdir. Yəni, onu mən dilə gətirmək istəmirəm. Hər bir üzvü, burada məsələn adamlar var ki, adları da çəkildi, Respublikadan kənarda yaşayırlar, kifayət qədər dəstək olurlar. Bunlardan biri Ruhiddir, Səməd qardaşımızdır, yol üçün kifayət qədər köməklik göstərirlər, dəstək olurlar. Düzdür, onlar görsənmirlər, o məclisdə görsənmirlər, onlar deyirsən ki, yoxdurlar burada, amma öz maddiyyatı ilə kömək olurlar. Biz Cahil müəllim kimi, Fikrət müəllim kimi bu dediklərin hamısını gəlin səmimi qəbul edək. Aylıq ki, ödəniş var 5 manat. Biz o 5 manatları vallahi və billahi vaxtında ödəniş edə bilsək, biz onu yığa bilsək, bu kənd üçün görə biləcəyimiz işlərin vallahi və billahi həddi ödülü yoxdur. Çox gözəl işlər görmək olar. Sözü verə Balaban müəllim. Mən də hamınız salamlayıram. Sizə təşəkkür edirəm, bir daha biz buraya gəlmişsiniz. Bir neçə dəfə gəlmişim, buraya görüşmüşük, fikir ifadəsi etmişik. Mən buraya o şahidlərimə dedim, insanın sözə ehtiyacı var. Söz olan yerdə insanlar biri sözlə başa salırlar. Aksaqqalımız Fikrət müəllim, Hilal müəllim, dəyərli yoldaşlar sözlər çox deyirlər. Mənim dəyərli keçə sözlər deyirlər. Buna görə mən üzünüzü danışmaq istəmirəm. Mən o sabahda dedim ki, bu Rüstəm kəndində bu ictimai birlik yarananda bu bir ilk, elə bir ki, ilk qılıcım oldu. İnsanlar bir-birdən belə götürürlər. Xalqı öz vətəninə bağlanıb bir daha döndərdilər bizim tərəfə. Buna görə də bizə çox sağ düşür. Bu din xadimlərimiz burada bizə çox ağırlı sözlər dedilər. Ona ehtiyacımız var, doğrudan sözə ehtiyacımız var. Buna görə isə bir daha təşəkkür edirəm. Təşəkkür edirəm ki, siz bu işi davam etdirirsiniz. Sonra biz bu ən böyük işimiz bu 50. kilometre Xalaka yolu idi. Bu yolda da yoldaşlar indi tanış olduqlarla. Onlar çox böyük iş görürlər. Görürlər daha doğrusu, başa çatdırırlar. Allah onlara imkan versin ki, biraz daha bu işi qüvvətləndirsinlər. Yol mədəniyyətdir, yol olmayan yerdə heç bir şeydən tanış olmaz. Ona görə də mən bu işlər sizə uğurlar arzulayıram.
Mən demişəm, Mayısa demişəm ki, Mayıs müəllim kimi nə var desən, gəl mənim yanıma gələrəm. Mənəvi dayaq olmaq istəyəm. Mən bu yolda sizə uğurlar hazırladım. Sağ olun. Çox sağ olun, müəllim. Böyükdən istifadəsi olmuyor. Bizim borcumuzdur, nə vaxtsa sizin qulluğunuzdaydı. Siz axsaqlar kimi məsləhətlərinizlə yanımızda olmağınız bizim üçün hər şeydir. Sözü verir İqrar müəllimə. İqrar müəllimə biraz əvvəl təqdim edim. İqrar müəllim həm də sürücülük məktəbinin rəhbəridir. Kimə sürücülük vəzifəsi lazım olsa, İqrar müəllimə müraciət edəcəkdir. Çox sağ olun, reklama görə və mən də salamlayıram bütün İstən cəmiyyəti. Allah bu verilən sənəti ali dərəcədə qəbul edəsiniz. Allah verdiyi sənəti min əvəzini sizə yetirsin inşallah. Görülən işlərdən hamı danışdı, axsaqlarla böyüklər danışdı. Bəzi qısa müddət ərzində göz qabağında çəkdiyimiz bu yol elə görünən kəndə nə bələdçilik. Əslində yaxşı bir iş görmüşük qısa dövr ərzində. Ancaq mən xahiş edərdim ki, bu efir vasitəsilə bizim bu sürücülərimiz heç olmasa yaşayış məntəqəsində o sürəti azaltsınlar, o tozanağa basmasınlar evləri, uşaqları və yaxud yağış yağanda uşaqların yanından sıçrayıb getməsinlər. Özümüzü onların yerində hiss edə bir anında. Qaldı ki, görülən işlər bəli qısa müddət ərzində biz rayon rəhbərinə təşəkkürümüzü bildiririk. Bizə şərait yaratdılar, müəyyən işləri başladıq və ona start verdik və yüksək keyfiyyətdə biz o işə nail olduq. Yəni biz müxtəlif kənd birliklərində çalışırıq. Hərəmizin sözümüzə görə təcrübəmiz var, bəli. İnsan gərək o görülən işlərdən həzz alsın. Bəzi bir əfsdar olsun ki, bir çoxları görməzdən gəlir. O görülən işləri pisliyə yolcular yönəldilər. Əfsdar olsun ki, belə insanlar da var. Biz şükür eləməliyik ki, Bakıda yaşayan insanlar gəlib bizə dəstək olurlar burada. Nəinki biz bundan narazı qalmaq. Ay, hardan gətirdik, neynədik? Biz boğazımızdan kəsirik, kəmçin edirik nəsə. Ancaq görürsən ki, əfsdar olsun ki, belə insanlar da var. Çalışaq, yaxşını yaxşı kimi görək. Ən azından həqiqətin yanında olaq, haqqın yanında olaq. Hər birinizə təşəkkür edirəm. Bir də bizim növbəti yürüyüşümüz qaz çəkicisi ilə olsun. Kəndlərimizdə qaz yoxdur. Çalışaq, birləşək, məktublar yazaq, dövlətimizdən xahiş edək, dövlət rəhbərliyimizdən. Biz də bir insan olaraq yaşamaq istəyirik. Uzun illərdir Qarabağ problemlərimiz vardır. Şükür Allah, biz qalib ordumuzla bura nail olmuşuq. Şəhidlər vermişik, Allah şəhidlərimizə rəhmət eləsin. Ancaq biz dövlətin əleyhinə heç bir fikir səsləndirmirik. Biz xahiş edirik ki, bizim meşə mahcidlərimiz qırılmasın. Vaxtı nəzərə alaraq hər birinizə təşəkkür edirəm. Bir də əsas bir məsələ oldu ki, heç olmasa biz vəsiyyətləri yerinə yetirək. Biz burada yaşayanları Bakıda dəfn eləməyək. Bunu da sizdən çox-çox xahiş edirəm. Hər birinizə təşəkkür edirəm. Çox sağ olun, İlqar müəllim, dəyərli sözlərinizə görə növbə yenə də bizim kənd axsaqqallarına çatdı. Mənim bir əmim burada oturub, axsaqqalımız Əlizadə əmim. Ona söz vermək istəyirəm. Mən də əvvəl salamlayıram. Xoş gəldin deyirəm hamınıza. İctimai birliklərin işləri göz qalanlar, təkcə bizim ictimai birlik yox, başqa ictimai birliklərdə hansı işləyir, onların da haqqında bir məlumat eşidilir, görürük. Mən də bir kəndliyəm, bir kəndə görmüşəm, bir kəndə yaşamışam, burada işləyirəm, burada ictimai birliklərdə iştirak edirəm. Mənim üzərimə hansı nəticəm tüzsə, onu yerinə getirirəm. Ancaq hamımız danışdıq, dedik bu belədir, ancaq nöqsan haqqında heç kəs danışmaq istəmir. İş olan yerdə nöqsan da var. Nöqsanı da demək var. Nöqsan heç birimiz nöqsandan danışmıyor. Məsələn, bizim ictimai birliklər mənim bir bizlənlik kimi narazılığım budur ki, o hər ayda bir nəfər bu cəmiyyətdə hesabat verməlidir.
Əgər cəmiyyət 200 nəfərdirsə, ictimai birliyimiz bu 10 nəfərdirsə, 200 nəfər 10 nəfərə qulaq asırsa, 10 nəfər 200 nəfərə insabat vermək qərarı. Nə iş görmüşük, nə qədər pul qazanmışıq, nə qədər xərcləmişik. Dursun biri desin bu ki ictimai, ki hər ayda biz hesabat vermişik. Kim verir? Heç kəsin mən xahiş edirəm. Hamınızda səmimi olar. Mən də yenə deyirəm, öz imkan dairəmdə həmçə kömək eləməyə hazıram. Ancaq bunu nə eşitmək istəyirəm. Təkcə mənə yox var. İnsanlar, məsələn, belə deyirlər, Bilal müəllimə bu lazım deyil. Bilal müəllim onu görür necədir. Ancaq hamımız eyni halında deyil ya. Eləsi var ki, belə şübhə edir. Deyir ki, məsələn, 1000 manat xərcliyirlər hara. Bunu gələk canlıqda deyədir. Bunlar adamı aldada bilər. Göz, adamı aldadmır. Hamısının bir dəqiqə telefonu var. Yazır ki, bu ayda bizə 1000 manat gəlir, 500 manat xərcləmişik, 10 manat xərcləmişik. Verməyənləri də cəzalandırmaq lazımdır. Əgər mən üzümlü haqqımı vermirəmsə, mən də cəzalandırmaq lazımdır. Çox sağ olun, mənə də söz verirsiniz. Təşəkkür edirəm hamınıza. Çox sağ olun, Əzəl əmi. Var olun. Mən bir şey burada qeyd eləmək istəyirəm ki, bəzi yoldaşlar, cavanlardan da var, yeni yetmələrdən də var, axsaqqalarından xüsusən. Məsələn, mən çox istəyərdim, bilmirəm, Bilal müəllim WhatsApp-dan istifadə edir, yoxsa yox, qrupda yox. Cahid əmilərim əvvəl yox idi və onda da bizim haqqımızda, məsələn, belə bir fikir söyləmişdik ki, insanlar deyirlər ki, biz məsələn idarə heyəti olaraq, nümunə çəkirəm, ona görə çox üzr istəyirəm, bu biraz şovul da olsa, həqiqətdir. Deyirlər ki, biz idarə heyəti olaraq yığışıb çay içirik, çörək yiyiriksə, birliyin pulunla istifadə edirik. Qətiyyən elə bir şey olmayıb, o vaxt Cahid müəllimə də demişdik. Sonra Cahid müəllimi mən vacib bildim ki, xahiş elədim, Cahid müəllimi qrupa əlavə edir. Qrupa əlavə edəndən sonra Cahid müəllim yəqin ki, hesabatda görür, obrusunda görür və o bir daha o suallarla rastlaşmadan və ya idarə heyətindən hansı özü rastlaşmadan. Hörmətli Əlizadə əmi, mən sizdən çox xahiş edirəm. Əgər WhatsApp istifadəçisinizsə, qrupa qatılın. Yox deyilsizsə, sizin oğlunuz boşqa. Nəvəniz Fərda bağımız. Qrupdadır. Onların telefonlarına baxın. Hər ayın biri, ən gec 5-inə qədər. Əgər problem olursa, nəsə hesabatda, nəsə vacib bir nəsə olursa, ən gec ayın 5-inə qədər. Hər ay görülən işlərin hesabatı qəfiyinə qədər verilir. Hesabat verilir, yoxsa verilir? Verilir. Çox sağ olun. Növbəti... Buyurun. İdarə heyətinin üzvü olaraq o İranın özümə də bir təsirini Arzuda qardaşımız istəyirəm mən dinləsin. Siz faal ödəyicilərdənsiz, mən siz deyirəm. İndi ola bilsə siz eləmirsiniz, bunu kimsə eləyir, sizin əvvəzdə. Çox gözəl vaxtında ödəyicilərdən birisiniz. Sizə buna görə təşəkkürümüzü bildiririk. Buna əmin olun ki, görülən işlər, yığılan pullar görülən işləri ödərlər. Yığılan pullar görülən işləri ödərlər. Əgər bizə dəstək olmasa, əgər bu 10 nəfər özündən nəyisə çatışmayan, maddi məsələləri öz boyunda götürməsə, həllini eləməsə, valla bu qədər iş görülə bilməzdir. Mən sizə buna deyirəm ki, əmin olun, o 5 manatlarıza şəxsən bu idarə heyətinin heç birinin üzvünün heç bir ehtiyac yoxdur. Yəni, bilin ki, nə var, hansı ora lazımı gedə bilir. Və hər ay hesabat verilir, yol haqqında da hesabat verilir. Nə qədər pul yığılır, nə qədər xərclənir, orada bəzi xərclər var. İndi bunu mən burada desəm də olur, deməsəm də olur. Biz bir şeyin işin icazəsi üçün də biz harasa biz pul veririk. Onun adını ictimaiyyətdə açıqlamaq olmur. Bəzi şeylərin materialı icazə üçün harasa pul verirsən, gördü, baxım edirsən, onun adını açıqlamaq olmur. Elə xərclər cəmlənir, yazılır, qısa yazılır. Yəni, hesabat verilir, maraqlı, şəxsən maraqlı olan adamlar olsa, mən müayisədə demişim, bizdə var o şərait ki, yəni biz faktlarla onun qabağına qoyub, açıqlığını verə bilərdik. İndi istəyirəm ki, sözü verə bizim kəndin bələdiyyəsi var müəllimə, o da öz fikrini desin.
Axşamınız xeyir. Əzizəm, sizi salamlayıram. Gələn qonaqlara xoş gəldin deyirəm. Xoş gəldin deyirəm. Ona görə ki, məncə bu kəndin nəvəsi, mən qaylarımdır, mən də burada haqqım var. Ona görə sizə xoş gəldin deməyə mən də biraz ürək tapdım özümdə və dedim. Deməli, dəyərli yoldaşlar, bu ictimai birliyə həmişə mən tərifat ona görə vermişəm ki, insanları yığa bilirlər bir məclisə. Son zamanlar hətta xeyir işlərə, toylara insanları yığıla vurur. Bu işlə minnətdarlıqları bildirəm idarə heyətinə ki, siz bu adamları dəvət eləmişsiniz, onlar da sizin dəvətinizi yüksək səviyyədə qəbul edib, bura təsir buyurublar. Şəxsən sizdən çox razıyam ona görə ki, bu qısa müddət ərzində bundan üçüncü möhtəşəm tədbir burada keçirdi. Bir tədbir Məhərrəmlik ayında cəmaatı yığmışdınız, sanat da verdiniz, bizi necə deyək, doyurdunuz, sizə minnətdarlığınızı bildiririk. Bu imamın hörmətinə, imamın izzətinə, bugün də imamın anasının, yəni anamızın Fatıma-i Zəhranın görə böyük bir möhtəşəm məclis oldu, iştirak elədi. Bir ikinci məclisdə oldu ki, rayonumuzun başçısı hörmətli Əkbər müəllim gəldi bura. Yəni bizim burada bu ərazidə bir məktəbimiz var burada. Məktəbdə də şagirdlərin dərs vaxtına düşdük. Biz tədrisi poza bilməzdik. Gəldik, vallahi möhtəşəm bir zalda biz bu tədbirimizi keçirdik. Yəni buna görə sizə dəfələrlə yox, min dəfələrlə sizə çox sağ olun deyirəm. Çox sağ olun. Ondan sonra yolun çəkilişində yüksək səviyyədə iştirak eləmişsiniz. Yenə idarə heyətidir. Qırağda qalanlar ancaq dodaq buzurlar. Mən sizə dodaq buzurlar. Deyirəm ki, falan işi belə gerəkdir. Ancaq ruhdan düşün. Ruhdan düşmək lazımdır. İrəli, ancaq irəli. Elə elin mərd olanların ruhunda da mən burada da varam. Orada da adamları, məsələn, bir yerdə qrabit kökücə deyir ki, qrabinin palçaq. Sən heç olmasın, bir ləhmətçiyə götür, onu yay, ondan işin olmasın, növbəti ona görə bu işdə sizə uğurlar arzu edirəm. Mən də indi o Rüstəmin nəvəsi söhbətini dedim, indi keçməyəcək. Mən sizin gördüyünüz işləri hər gün görürüm, hər gün mən buradayım. Həftənin 5 günü, hətta 6-7 günlərdə mən burada olurum. Sizin gördüyünüz işi mən görürəm, bəyənirəm, bəzən təhlillərimizə demişəm, sağ olun, qəbul eləmişsiniz. Mən də həm buranın bu ərazinin bələdiyyə sədriyəm. Bizə bir şeydə sizə deyim ki, müəyyən qədər vəsait bizə daxil olur. Vəsaitin xərclənməsi bələdiyyənin saxlanması üçündür. Yəni, bizim bir otağımız yox idi, əyləşən yerimiz yox idi. Sağ olsun, rayon rəhbəri, biz xoş binanı təmin elədi. Biz onu tam təmir eləmişik, hal-hazırda oturmağa yerimiz var. Buncada qalan vəsaiti də bizə az təminatlı ailələr, şərəbələr, onların hamısına güzəşt olunaraq bir şey sizin nəzərinizə çatdırıram. Bu Bistan kəndi üçün də biz 500 manat pul ayırmışıq, qısa müddətdə idi. İstərsiniz bu xeyşər ediləsiniz, xərciyəsiniz, onun təyinatını deyərsiniz, biz buna yönəldər. İstərsəniz bu yollar ediləsiniz, istərsəniz və başqa bir məscid binasının təmirinə, az təmir. Ancaq bu kənd üçün nəzərdədir. O günlərdən Suri kəndi üçündə, Gürdəsər kəndi üçündə, Kiləvər üçündə, Lərmərlik kəndi üçün isə daha çox biz pul ayırmışıq. 2000 manat pul ayırırıq Lərmərlik kəndinə. Çünki orada ərazi çox pis vəziyyətdədir, rayonla əlaqə yoxdur demək var ki,
270 kilometrə qədər gediş gəliş ancaq Lənkəran, Masallı, Yardımlı, sonra da o kəndlərə gedir. Sizin də nə iradınız var, mənə burada deyə bilərsiniz, nə təhliliniz var deyə bilərsiniz. O cümlədən balara da mənə baxsın, bu körpü tipli biz heç bir kömək edə bilmək üçün bu körpüyə də bizim müəyyən qədər vəsaitimiz olacaq. Diqqətinizə görə çox sağ olun, çox sağ olun. Değerli qonağımız, Belediye Sədri Qurarmanın təşəkkür edir sizə. Bizə bir gözəl bir xəbər verdiniz, buna görə də bizə sizə təşəkkür edirik. Yaxşı olardı ki, bizim kənd üçün ayrılan, belediyeden ayrılan hesab bizim ictimai birliyin balansına keçsin. Bizim fikrimiz var ki, yolda sizin də keçən dəfə dediyiniz kimi yolda irad bildirdiniz. Bir çox da iradlar var, onlardan bir də Canı müəllim dedi ki, yəni bu işi görürsünüzsə, orada Qrabil Töksək daha yaxşıdır. Çox gözəl təklif elədi. Bu təklifi biz qəbul edirik. Onun ilə biz də çalışarıq, oraya yönəldək onu. Sizin verdiyiniz vəsaitlə deyilən işi görərik. Keçən dəfə icra başı təklif müəllim burada olanda da siz müraciət elədiniz ki, bizim yolda biraz əskilliklər var. Ora bizə şərait yaradıb Qrabil götürək. Elə o pulla beraber biraz da bizə dəstək olsun, Qrabil məsələsini həll edək. Çox sağ olun, Qarman. Həqiqətən də bələdiyyə sistemində bu yenilik bizi də çox sevindirdi. Çox şad olduq. İstəyirdim, irad bildirdim, irad bildirdim. Çox sağ olun, var olun. Mən bu müəllimə də öz şəxsimiz kimi hesab edirəm. Növbəti qonağımızı təqdim etmək istəyirəm. Təvəkkül müəllim. Şingəllən kəndinin ictimai birliyinin sədri. Şingəllanda rastlaşdığınız çətinliklər, ümumiyyətlə o proseslərdən bizə nə məsləhət görərsiniz? Gələn şeylər düşünün. Nəsə varsa, bizim qalınacağımız. Buyurun. Mən də salamlayıram. Ümistan cəmaatını. Demək, Şingəllən İctimai Təşkilatı demək bir il 2 ayda yaranır. Biz birliğimizi qeyd elədik. O cümlədən buradakı yoldaşlar bizim məclislərdə iştirak edirlər, minnətdarım olaraq. Çətinlik deyəndə mən tərbiyə xoşlanıram, həmişə istəyirəm nöqsan tərbiyyədir, problemli tərbiyyədir. Yaxşı onsuz da yaxşı. Şübhəsiz biz bir bölgəni adamlarıyıq. Hər kənddə hamı eyni xasiyyətli insanlar var. Ağır tərbiyyətdir, işə hız qoyar. O kaldıran, o da var. Şingəlləndə də var, Bistəndə də var. Məsələn, biz başladıq, işıq çəkirik küçələrdə. Dəqlavayı piyamiyermişlər. Uşaq yedir qazmağa, stolmanın dibini. Deyil. Dağımın ve komandaya çıkma sakarım, yani işıq da bir babaşı, əlində babaşı. İndi Şingəllan 50-ci kilometrdə Şingəllan səhərə kimi işığımızı verir. Bütün küçələrə. O günlərdən mən məsələdən halıyım, yəni Bistəndə də. Yəni elə deməyik ki, Bistən hamısı, burada oturanlar hamısı bəhbəh deyir bu işlərə. Yox, mən inanlarım. Mən bakış lazım şəbir olur. Ona görə də mənim əzizlərim, gərək biz bir olaq. Mən bir görürəm, faizlə mən tez-tez təmasda olurum. Mən onun yaşadığı problemləri bilirəm. Çünki mən də o problemləri yaşayıram. Maisin təcrübəsi bizim təcrübədən qat-qat çox. İstəyir təşkilatı məsələlər olsun, istəyir belə maliyyə, o həll edici məsələlərdən Maisin təcrübəsi çoxdur. Mən o bir qardaşlarımla Maisi mütəmadi münasibətlərimiz var. Yəni, Mərdoğullar qrupunda həmişə bizi münasibətliyik. Ona görə də, əgər işə kömək edə bilmirsənsə, həl vur. Bax, mən sizdən xahiş edirəm, öz cəmaatımdan da xahiş edirəm. Mən dünən o qadarları əsəbləşmişdim, səsim çıxmır o cəmaatımıza. Hansı cəmaatlar? Əşində 5 manat pul mız bu. Həyətində o küçə işıqları 4 dənə yapır, 1 manat pul vaxtdır. Bizim kəndlər bu 1 ildə, 1 il 2 ayda 2 dənə quyu qazılır. Alaşar çayının düz başından 10 kilometre 50 turbayla su çəkilib kəndə 90 tonlu
Şiirlərimlə hündür məktəbə əkildə tanırsan. Məktəbin yanında ən hündür yerdə basen tikilir. O quyuların suyu vurulur ora, oradan da paylanır. Quyuların suyu içməyə bəyənmir. Səmə cəmat dayanmış oradan deyil. Oradan niyə Alaşır yox. O quyunun suyu əkinəcəyə, Alaşar çayının suyunu başlarda Rüsəldə. Oradan gəlib, şıranlarla bütün həyətlərə su paylanır. Amma gəl ki, onda gəlib pul atanda, o zubətdə çekilir. Mənim əzizlərim, siz belə eləməyin, dəstək olun. İşləyən adama kömək edin. Allaha xoş gedər, Allaha xatir kömək edin. Hər insan öz həyat şəraitini yaxşılaşdırmağa borcludur. Hər bir kişi öz ailəsinin qabağında onun həyat yaşayışını belə yaxşılaşdırması üçün borcludur. O kişinin alnına yazılır, sən bu ailənin başçısısan, bunun həyat şəraitini yaxşılaşdırmaq üçün sən buna borclusun. Əsirdir. Elə olur. Ona görə də mən sizə nə deyərdim? Kömək edin. İdarə heyətinə kömək edin. Bəli, tələb edin, axsaqal düz deyib gələk hesabat. Amma hesabat verirlər. Diğərlərdən için bu. Başlar. Tələb verir, əgər telefonda bilmirsən, deyək ki, qardaş, 10 manatlıq gəlmişdi, hali xərclərdir, sənin hüququndur. Üzvlər hamısı eyni hüquqludur. Çox danışdım dəfə, üzvlüksün. Bir manat istəyir versin, istəyir 100 manat versin. Onların hamısı bərabər hüquqludur. Hər biri öz bir manatın da hesabatına vara bilər, 100 manatın da hesabatına vara bilər. Bu deməkdir, öyle biz birlikte yığıldı. Fatma Nənənin və İhsan'ın yediği Allah'a gəli rəhmət eləsin, əlbəttə o nənəmizdir. Amma ki biz burada müqadir. Məsələn, mən 5 il bundan qabaq heç ağlıma gəlməz mən bizdən kəndində olan. Amma ki, indi münasibətlər yanlanır. Elimizin Mərd Oğullar qrupunda buradan bir xanagaha insanlar tanıyırıq. Hamımızda münasibətimiz var. Əvvəl heç bir tanımırdıq, indi öpüşürük, görüşürük. Buna görə də mənim qardaşlar, dəstək olsun. Kim dəstək ola bilmirsə, mani olmasın. Deyir, Əzrailə necə uşaq var, dedi ki, dəşək. Mənim uşağımı almasın, mən uşaq vermək lazımdır. Kim dəstək ola bilmirsə, alsın qıraatına. Sağ olun, minnətlər. Sizə bunlar razı mən dünən Allah'ın dostu o qədər əsirləşdim, mən qardaşlarım qulubda. Düz, daha səsim də çıxmırdı. Ona görə sizə səbir, dözüm arzu edirəm. Haqq yerini tapar həmişə. Sağ olun, minnətlər. Təvəkkül müəllim, çox sağ olun, dəyərli. Həqiqətən də bəzən agresiya ilə, əsəblə fikirlərini bildirər. O, bu qədər əsəbi göründüyü qədər də kövrək adamdır. Çox kövrək adamdır. Mən bunu dəfələrlə şahid olmuşam və təvəkkül müəllim, çox sağ olun, var olasın. Mən Nəcib müəllimə söz vermək istəyirəm. Bizim kəndin axsaqqallarından biri. Ben bir balaca bir. Biraz yaxın. Biraz yaxın. Hamınızı salamlayıram. O Şiyadanın Bağırazada dedi, İçtimai bir sədri dedi. Maaşın başı doğrudan işləyir. Maaş işə başlayanda mən bildim, maaş bunun axırında yaxşı gətirir. Onu baxıram, onun üzvləri də sağ olsun. Adam bir şəhər çıxanda görür ki, istəyəndə işlə gedir. İstəyən kənd oxşayır. Düzdür, kəndə adamlar azdır. Ancaq kəndə bacarlıq olanlar. Pul itki səhvlə olur. Bunu işlədən olmadı, o nə manası var? Onu işlədirlər, sağ olsun. Mənim də bir balaca təklifim var. İstəyirəm bu binanın həm axram olsun, həm çayçısı olsun, həm bir ya cəmat, xalq birləşsin, hər ayda nəzər məzlər bilirsiniz, maaş verir, bilirsiniz. Həm də bir balaca çayçı bəsən oradadır. Qoy axsaqqallar, həftədə deyim, gündə mi deyim, hər hansı gündə qoy yığışsınlar orada, bir-birinə rəy etsinlər. O gün siz xəbər göndərdiniz, o tuğakirlər, mən çayı bizi ilə götürdük, gətirdik, onları 5-10 dəqiqə çəkirək. Eğer bir balaca bu çaysızlar olsa burada, hər hansı
Bir şey olan kimi adam özünü yetiştirir. Görürsən o mağazin, Kamal'ın çok yaxşı kişidir. Deyirsən ağaç çık, mağazin içinde ağaç çık. Bir o bar da verəm. Deməyim budur ki, onu az gezdirmezsen, onu oradan başka biriyle avaz yapamazsın. O da kardeşler, kendi historiyası bozulur, kendi atmosferası bozulur. Şimdi biz deyirik ki, bu iş kendin işte. Kendin işte, bir de ben bunu bilin ki, maaşın başı, ayaklar eminin başı. Ben birinci, and olsun Allah. O baş ondan, o baş istiyor. O başı koy, o başı. Ha, sağ olun, o bilir, sen de sağ olasın. Ben bir tane təklif oldu ki, burada bir ne var, temiz adam savunca, bu hem temizliğe baksın, hem de çok azad ekmeğe bir şey eləmək, malzeme bacarır, biz de buna kömək edirik. Sağ olun. Həcəm, çox sağ olun, var olun. Bizim müzakirə mövzularından biri də sizin dediyiniz məsələlərdir. Bunu biz qeyd elədik, bir daha müzakirə edəcəyik. Əlbəttə, əgər burada çayxananın olması, bizim kəndimizin ağsaqqalların və yaxud gənclərin, hər hansı bir insanın burada 5 manat pul qazanmasından səbəb olacaqsa, bu niyə də olmasın? Bu çox gözəl təklifdir. Bir daha müzakirə olunacaq, məsləhət görülsə, tətbiq olunacaq. İkinci bir məsələ, siz babamın adına çəkdiniz. Mən çox təşəkkür edirəm sizə. Mənim üçün babamın, atamın adı çox müqəddəs adlardır və hər kəs öz atasına, babasına oxşamaq istəyir. Mən də çalışıram onların yolunu davam edeyim. Mənim ata, babam başqası deyil. Bu istənilər hamısı bir kişinin övladlarıdır. Sizin ata-babalarınız da mənim ata-babalarımdır, mənim də ata-babalarım sizin ata-babalarınızdır. Çox sağ olun. Növbəti sözü Gülverdi müəllimə vermək istəyirəm, Nüvədi kəndində. Mən onun çıxışının şahidi bura başçı gələndə gördüm. Çox gözəl və lağətli fikirlər söylədi. Ona görə istəyirəm ki, burada da öz fikirlərini desin. Mən ilk əvvəl hamını salamlayıram. Bu Bistan Kəndi İctimai Birliyinin işini alqışlayıram. Xüsusən Maiz müəllimin zəhmətini xüsusi qeyd etmək istəyirəm. Çünki biz onu ancaq qətiyyətlə işini davam edən görmüşük. Qətiyyətlə bütün o dedikodulara baxmayaraq, hər cür maniyalara baxmayaraq işini qətiyyətlə davam edir. Və bu işdə hətta təşəbbüskar bizim bu yolun 40-cı kilometr Şingəli-Əliyabad yolunun ilk dəfə tilsimi qırılan ki, mən hələ o səfərdə dedim bu tilsim sözünü. Bizim 50-ci kilometr Şingəli yolunun da tilsimi qırıldı. Elə biz siz bu işə təşəbbüskar oldunuz, bunu başladınız və bizim kənddə də iş getdi. Şingəllanda da iş getdi. Təşəkkür edirik. Nə olsun, indi tanımırıqsa da Eşad müəllimin adını eşitmişik, Nəsib Əli müəllimin adını eşitmişik. Bizim kənddə də işlər gedir. Balağa da xüsusi zəhmət sahibidir. Hamısına təşəkkür edirik. Çox sağ olun deyirik. Allah sizə bu yolda qüvvət versin. Allah sizə qüvvət versin. Yorulmayasınız. Yorulmayasınız. Alqışlayırıq. Bütün bu işdə zəhməti olanları alqışlayırıq və çox sağ olun deyirik. Allah sizə yar olsun. Bizim elə çox uzağa oturduğumuz, indi hal-hazırda oturduğumuz bu bina tamamilə yenidən qurulub. 40 il bundan əvvəl biz bu binada işləmişik. Bu bizə, bu Bistan kəndi bizə doğmadır. Öz kəndim kimi mənə doğmadır bu sizə. Çünki 10 ildən artıq bir vaxtda bu bina belə deyirdi, indi otaq-otaq xatırlayıram. O da işləyir, mən də işləmişəm, o işləyir. Bu binada işləmişik, 10 ildən artıq bir müddətdə işləmişik. Ona görə də bu xatirələri xatırlamaq bizə hoşdur və sizə Allahdan qüvvət diləyirik. Allah sizə qüvvət versin, var olasınız. Burası ne? Çox sağ olun, Gülverdi müəllim. Çingiz müəllimə də söz verək, o da öz verək sözlərini.
Çok sağ olun Barış. Ehtiyaç yok dedi. Hizmet verdiğinde çok sağ olun. Hürmetli yoldaşlar, şahsen Şinjan'dan Zemini, Gürdəsə ve uzak kentlerden arkadaşlarımız, siz bizim kentimizde hoş geldiniz. Biz siziz, siz de bizim hoşumuza gelin inşallah. Arada məlimlər yaxşı dələklərmədi, fikirlətmədi. 100'den yukarı faiz yoktu ki. Demek ki 100'den yukarı faiz yoktu ki, 100 tane. Bir de çok sağoldan yaxşı söz yoktu ki. Allah razı olsun. Demek çok sağoldan yaxşı söz yoktu. Hürmetli Mayıs Mehmet, hürmetli oğulları grubu, Vahilən Mehmet, bu kişi benim asker yoldaşımdı, Elsan Mehmet. Bu konaklar, Hacı Mübarek kardeş oldu, Bilal Ahmet kardeşimdi, İgor benim amcamda kuhumdu. Rahim Mehmet Zübdan Ziyad'dı, Bahane de Gülü'ydü, Gâlidi, Gülü Serbat'ın Eşya'da. Nazik Mehmet'i, rahmetli, Mehmet'in kardeşimdi. Hepsinden biliyorsun. Tavakkıdaki nazarı bağlı kardeşim. Hamur koşuyor. Ben size, biz sizden 100% razıyım. Size çok sağ olun diyeyim. Demek hak Allah'a kaldı. Demek ki 40. kilometre Alafat yolu, 50. kilometre Şinjan'dan yolu. Belki bu insanların hamısından çok istifade eylemezler. O kadar sizden razıyım. O kadar balaca uşaklar, balaca uşaklar. Mutlaka kadar balaca uşak, 4 yaşında uşak durduğum anlaşlama. O kadar sizin dua edin de Allah sizi korusun. Allah sizin hamıza, Mayıs benimle. Vallahi benim evim yola yakındır. Burada biz günlerle maçı geçmezdi. Günde bakayım ta kanalda maçı gelip burada geçin. Bu neye gider? Bu yolun açılmasına gider. Hamla çok sağ olun. Sabahkar Mayıs kardeş olur. Bizim bu yolda, o yolda siz olmuşsunuz. Allah sizi korusun. Bir de ben şahsiyetden söz ederim. Çok sağ olun. Burada əziyyəti həqiqətən də zəhmət çox olur. Olmaz. Bir de götür saat, bu beni yuxudum qoyadırdı. Saat 6'da gələrdi, bir de akşam saat 12'de gider. Çünki zəhmət, yerli bazda verirsiniz. Çok sağ olun, ben de söz verdiğinize göre. Ben de sizi salam deyirəm, hoş gəldiniz. Ben özümə borc bildim. İlk defa burada işləyəndə Ərəb daim gəlib yaxınlaşdı mənə, dedi, Nazir, sən əyəzinə eləşdir. Mən özümə borc bilirəm. Nəyi borc bildim? Xalqıma, millətimə, elimə. Əgər əlimdən bir iş gəlirsə, onu xalqım üçün, elim üçün, millətim üçün, kəndlərim üçün, onu mən əsirgərəmlərsə, əgər ona mən köməklik etmirəmsə, əlimdən gələni, nə üçün? İnsan şəxsən özü üçün yaşamaz. İnsan eli üçün, cəmiyyəti üçün, xalqı üçün yaşayır. Bir daha mən də sizin hamınızı salam verirəm. Elşad müəllimi mən tanıyıram, hepsini ben tanımıyorum. Onlara da çok sağ ol deyirəm ki, onlar həqiqətən rayonda, demək olar ki, Respublikada siz ad kazanmışsınız, yer tutmuşsunuz. Ben dünələri biraz istirab sözə görə Biləsuardaydım. Biləsuarda valla mənə biri yaxınlaşdı. Dedi ki, sizdə bir grup var. Bir grup var, yani benim tanışlarım var orada. Elimizin mərd olurlar. Bunların haqqında yalan bu resmi məsələlərə danışırlar. Dedim, var elə bir oğlanlar. Bir daha sizə də öz minnətlarını bildirirəm. Çox sağ olun. Valla mən özümə borc bilirəm ki, sizi və bu elimizi hər yerdə tanıdım və tanış ediyorum. Azdan çoktan ben de tanıyorsunuz evde olup da. Bir daha
var olun. Allah gördüğünüz işlerden de inşallah razı olsun. Allah sizlere uğurlar, gene deyirəm uğurlar versin. Xeyir, həmişə xeyir işlərdə olasınız. Rüfət müəllim də əvvəl tanımırdı məni, o da tanıdı. Onun da həqiqətən, mən burada nə qədər işləmişəm, yalan olmasın, hər həftə gəlirdi, mənə dəyirdi. Mənə dəyirdi, nə deyirəm, gəlib mənə dəyirdi ki, iradlar tutuldu, mən bilmədiyimi mənə deyirdi, sağ olsun, yəni, hər kəs hər nəyi bilməz. Hər kəs hər nəyi bilməz. Adamın bilməyən işi olur. Var olun, həmişə belə xeyir işlərdə, belə milləti, necə deyərlər, sevindirəsiniz, elinizdə, uğurlar arzulayıram sizə, var olun, Allah sizlərə yar olsun bir daha. Sağ olun, var olun. Teşekkürler. Çok sağ olun. Var olun. Son olarak ben soruştum bir hiç kim sözü yoktu. Bizim yine daha sakalımız hazırladık. Buyurun. Bir daha salamlayıram hepinizi. Bayaqları sözün asığı, asakkallarımızın mühəmdisə irad bildirməsi. Şərt müəllimdə çox qeyd elədik ki, bayaqları çox iradlar tutulmaq. Təvəkkül müəllim çox obyektiv olaraq başına gələn başması olur məsələsi çox qeyd elədik ki, mənlə Təvəkkül müəllimin Şingəldən Zeron kəndinə yaxındır. Dəfələrlə görmüşəm ki, kənd abadını şük görəndə o çayxanalarda oturan nərd atanlar, şəşki oynayanlar, qamili oynayanlar, rişkəndirə bir gedib Allah qüvvət versin deməyən şəxslər elə o qədər iradlar tuturlar, o qədər kötü sallar. Deyir, İmam Sadiq Əleyhisselam əsabələri ilə yol gedirmiş, bir də görürlər ki, əsabələri yolun qırağında bir üzdən irad it cəsədi. Bu əsabələrindən hər biri irad tükenli pis qoxusu var, əksiyələni, belə falan. İmama onların sözü çox azdır. Qaydı, o cəsədə doğru baxır. Deyir, onun nə gözəl dişləri var. Ağ-ağ cəsəd dişlər ağarır, mərcan kimi baxır. Onun nə gözəl dişləri var. Və dönür əsabələrine doğru. Deyir, siz o gözəlliyi nə görmədiniz? O qoxunu tez sizin diqqətiniz cəlb elədi. Niyə o gözəlliyi görmürsünüz? Həyatda gəlin hər birimiz birinci o gözəlliyi axtaraq. Görülən işlərin bu fədakar oğulları işinə kölgə salmayan, bir nəfər əhsən deyən əvəzi 2 nəfər irad tutur, eyb axtarır. Gəlin bir-birimizə eyb axtarmayaq, bu gözəlliyi axtaraq. Mən Mahiz müəllimin adından, mən onun lisələr onun əvəzindəki, orada nəinki vəsaitdən mən insan hamd ola bilər. Mən deyərdim ki, onun bəlkə də ümumi vəsaitin bəlkə 20-30 şəxsi vəsaitinə gedir. O hər tədbirlərə gəlmək, hər tədbirlərin keçirilməsində adı sayılmayan, yol xərcindən tutulur, digər vəsaitlərin hamısı olan şəxsi vəsaitindən. Gəlin, görün, həvəsləndirək biraz da maddi laf köməkliyimiz yoxdur, mənəvi olaraq bayaq olar. Deyib, vur demək, vurmaqdan irəlidir. Məsələn, atalar məsələ var, hamımız zaman gəldi, yəni öz həyatda kurduğumuz yaddaşlarda hansı əməllərimizlə qalıcıydı. Bir, 2 dölər, adı qalar. Heç kəs bizi soyuda bilməyəcək. Bu əməli işimizdən. Nə qədər işgəl tutanlar olsa, biz Allah'ın qəlbimiz düzdürsə, bizim mənəviyyatımız başdırsa, biz halal çörək yemişiksə, halal məyabda haram tutulmuşiksə, nə el yolunda xərcləyiriksə, onu Allah mükafatını verəcək. Amma ləyaqəti olan önündə gedən şəxs heç vaxt götürmala göz dikməz. Bu, onun xalqın sərvətidir. Alın təriyinə, zəhməti ilə qazandığı pula, ləyaqəti olan şəxs göz dikib onu haram əli vurmaz. Kim çalışsa da sizin əməlinizə, bu layiqə əməlinizə kölgə sala bilməz.
Bəli, sizi bugün alqışlayanları daha çox müşahidə eləməliydik, nəinki seyraflarlar. Hələ başlamışıq biz ki. Biz öyünməyək ki, bizimlə yol çəkmişik, biz hələ heç eləməyik. Mən öz alamda deyirəm, biz hələ biz başlamışıq, qardaşlar. İnşallah bundan sonra daha böyük nailiyyətlərə imza atacaq. Allah'ın köməyi. Allah hər birinizi qorusun, hər birinizi təşəkkür edirəm. Sağ olun. Bir daha çok teşekkür ederim. Var olun, değerli sözlerinize göre. Sonra sözü yine de Rüfət müəllimə verirəm və buyur. Değerli iştirakçılar, biz Hazırın dediği kimi Beytülmala heç kim göz qoya bilməz, heç kim oradan su istifadə edə bilməz. Əslində bizim niyyətlərimiz çox böyükdür, fikirlərimiz böyükdür. Mahis müəllim keçən dəfə qeyd elədi, burada başçının görüşündə dedi ki, bizim burada keçmiş deputatımız İqbal müəllim tikdiyi binanı bizim ictimai birliyə hədiyyə edir. Bizim fikirlərimizdə var ki, məsələn, bu kənddə gələcəkdə tibbi məntəqələr yoxdur, tibbi problemlərimiz var. Biz yol gələ-gələ bunu yolda Araya müəllimlə də müzakirə eləmişik. Bizim fikirlərimiz böyükdür, bizim işlərimiz inşallah qabaqdadır. Hacı düzdür, hələ biz heç də eləməmişik, biz başlamışıq. Bizə dəstək olsalar, maddi cəhətdən dəstək olsa, dəstək də elə deyil, kimsə öz boğazından kəssin deyilsin. 5 manat, 10 manat bu böyük şey deyil ay ərzində. Əsas aylıqlara diqqət eləsə, bütün kənd cəmaatından xahiş edirəm. Yəni, aylıqları vaxtı-vaxtında eləsiniz, böyük abadlıq işləri görüləcək. Bilin ki, sizin bu kənd üçün nəzərdə tutduğunuz işləri biz mütəmadi olaraq idarə heyəti tərkibində bunu tartışırıq, mübahisələrə deyilir lazım olanda. Çoxları görürsünüz ki, mübahisə irad tutur, biz özümüz də yeri gəlində mübahisədən dalaşırıq, irad tuturuq, barışırıq. Yəni, bu tək sizdə deyil, elə bizim öz içimizdə də bu məsələləri tartışırıq, orta məhlətə gəlib, sonra cəmiyyətə çatdırırıq. Bizim mükəmmelliyimizə inşallah Allah Teala özü kömək olar, dəstək olar. Biz bunu, öz işlərimizi, fikirlərimizi bu gözəl müstəvidə həyata keçirərək inşallah. Bizim burada Hacı Mübariz qardaşımız var. Yox, istəyərdik ki, yekun... Hacı, xahiş edirəm. Valla da hamı danışdı, hər şey deyildi, Allah razı olsun, Allah əməyi olan hər bir kəsdən razı olsun. Ən əsası, bugünkü məclisi Allah qəbul eləsin. Əgər doğrudan bu məclisi Allah dərgahında qəbul olunsa, digər əməllərimizə inşallah şübhəmiz olmasın. O da elə böyük bir uğur idi ki, bizim ümidimiz Peyğəmbər Əhl-i Beytinin təvəssüldür. Siz bu işlərin ümumiyyətlə bütövlükdə, hər birinin nəticəsini gördükdə görmüşük ki, neçəncidir, ikinci dəfə mən burada olurum, İmam Məclisidir. Yəni bu özü böyük bir, bizim ürəyimiz, sizin ürəyiniz Peyğəmbər Əhl-i Beyti ilə döyülür. Yəni bu məhəbbət sizin qəlbinizdə varsa, o sevgi, o hərarət varsa, vətən sevgisi də olar, millət sevgisi də olar, şəhid sevgisi də olar, ziyalı sevgisi də olar, ağsaqqal sevgisi də olar. Yəni bütünlükdə bu sevgilər bizim qəlbimizdə hətta o mühürlənir. Allah sizi var eləsin. Ümid edirəm, bu işləriniz davamlı olacaq. İşlər birliklə nəticələr. Əgər vəhdət olmasa, yəni birlik olmasa, Quran-ı Kərimdə də Allah təala buyurur: "Vəhtəsimu bihablillahi cəmi'a." Allahın möhkəm ipindən yapışın. Bunu da bilirsiniz ki, Allahın ipi yoxdur. Yəni Allah cisim deyil ki, və la təfərrəq ki, səfələnmir. Yəni birlik nümayiş etmək lazımdır. Azərbaycanın ərazi bütövlüyündə birliyi, vəhdətin, cəm olmağın nəticəsidir ki, yəni bu nəticə əldə olundu. Eyni ilə bu uğurlar, bəzən bizim ziyalılarımız da qorxurlar. Təşkilatlardır, nə bilim, qruplaşmalardır, iş görürlər, bizə problem olmayacaq. Mən şəxsən bir vətəndaş kimi, əgər bir mübədi cəmiyyətin ictimai bir nümayəndəsi kimi, əgər mübədi kəndində cəmaat görür ki, mən deyəlim, ölkə başçısına dəstəkdir. Əgər 50 kilometrindən Xanagaha qədər yol çəkilirsə, ölkə başçısına bu böyük bir dəstəkdir. Çünki Qarabağla məşğul olan bir rəhbər bugün bu cəmiyyət ona dəstək. 40 kilometrindən Əliyabada qədər dəstək yolu düzəldirsə, bu cənab prezidentə dəstəkdir. Bunun üçün bu da bu xərcləmək istəməyən bəhanə tutur.
və ya özünü digərindən fərqli üstün tutmasını. Bunlar hamısı bəhanədir. Biz bu dövlətin, bu ölkənin vətəndaşıyıq, övladlarıyıq, biz vətən xanimi deyilik və ya bu təşkilatlar daha çox, onlardan daha çox deyərik ki, vətənə bağlı olan adamlardır. Var olun, sağ olun, Allah razı olsun. Hadi çok sağ olun. Bir daha sizin her birinize. Çok, bir dakika. Buyurun. Baş müəllim, mən üç dənə şahit cümlə deyəcəm burada. Birinci, bütün bu xalqa deyirəm mən, 5 manatla, söz yok, 400 nəfər, 5 manat, 2 manat, bunu deyirəm. Maaş səhərinin başından 2 yıl olur. Mən ayda 3 dəfə, 5 dəfə başlarına gəlib gedirəmsə, benzin yanırımsa, xərc qoyurumsa, o 5 manat onu ürəyir. Mən bütün imkanları, ürəyi burada olan, qanı bizim qanımızda olan insanlara arzu edirəm ki, imkanlar 15 manat versin, 20 manat versin, 10 manat versin. Maaş hardan maliyyələşir ki, ayda 3 dəfə gəlsin, başdan bırak, 50 manat, 100 manat yanında bu versin. Maaş olmasından çiğin olur. Bəli, mən bir gün oldu dedi, elə işlər var, mən adətlə idarə edirəm ki, nəsəndə araşdırmada fərqli insan eşit edildi, amma ona bir də yürütə verirəm. Niyə? Cümay tanıyır. Ona görə burada biraz faal olma lazımdır. Bu rəhbərlərə düşmək lazımdır. Bu, sağda demişdi, mürəkkəb oldu. Bir də Cahil qardaşım, sağda rəqabət olan yerdə hər şey olar. Mən bu yaxınlarda evdə oturmuşdum, gördüm, Hacı Xeyrullah verdi. Mən də cevaba soruşum bir baş yoluna. Dedim, dayı sana səsin yanır. Bu dedim mən. Tezdən gəldim, mənim üstündə imkanı yok. Mən gəldim, bunu yalan demirəm. Dedim, bizim uşaqlar, yemişim. 500 manat, 1000 manat bulduğun uşaqlar. Sən uşaqlar. Çok sağ olsun. Aktif olmalı. Ben rədəvli yenə də zəif nümayiş olur. Çok sağ olsun. 500 manat mənim kənd uşaqlarım buldular. 5 min buyurun. Sağ olun, Singil müəllim, var olun. Həqiqətən də sizin kəndiniz Balaca kənddir, Nüvəli kənddir, Balaca kənddir. O elə bizim mənim oğulları qrupunda adlarınız maşallah birincidir. Çok sağ olun, var olun, teşekkür ederim. Ve sonunda bir daha her birinize teşekkür etmek istedim. Çok sağ olun, teşekkür ederim sizlere. Bugün burada əlgə çəkən, gələn, iştirak edən herkes çok sağ olun. Ve sonra bizim məclisimiz Allah kəlamı ilə başladı. Gəlin Həzrət Əlinin kəlamı ilə getirək. Dostlar, mən bunu and olsun Allaha tam səmimi deyirəm. Həzrət Əlinin bir kəlamıdır. Deyir ki, kim yaxşı bir iş görürsə, birinci növbədə özü üçün görür. Kim pis iş də görürsə, birinci növbədə özü üçün görür. Həzrət Əli boyda adam, onun böyüyü Peyğəmbərdir. Deyir ki, mən neyləmişəmsə, özüm üçün eləmişəm. Sonra nəsə qalıb soruşursunuz, orada siz üçündür. Mən burada neyləmişəmsə, dostlar, özüm üçün eləmişəm. Mənim mənəvi qazancım, maddi qazancla müqayisə olması deyil. Çok sağ olun, mən sonda yumorik bir hisslərlə bitirmək istəyirəm. Mənim balaca qardaşım, hamınızın da sevimlisi, Afif qardaşım buradadır. Görüm nə demək istəyir, bayağı söz istəyir. Deməli, şəhsənəmizlə öyrənəcəsi, bizim qazları, bizim vətəndə qazlarını Allah səmizə öyrənəcəsin. Amin salam, atamın bizim qəbrində şək çəkib, Allah sənə ödü olsun. Sağ ol, sağ ol, sağ ol. Azizliğin bizden akrabasın şey yoksa, Afif deyir ki, Allah şəhidlərimize rəhmət eləsin, Allah qazilərimizin canını salamat eləsin. Çok sağ ol, gələn hayvanımızın olsun. Salamat olsun. Allah kömək olsun sənə da. Çok sağ ol. Şirlendirdim onları aslında. Mikrofonda sizin de bize çatacak. Benim kanadır. Şahit etme. Şey etmez. Ben sizin kolunuzda duracağım.